Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Ölkəmizdəki sığınacaqlardan birində uşaqların kütləvi şəkildə virusa yoluxmağı və onlardan 6-sının xəstəxanaya yerləşdirilməsi haqqında məlumat yayılıb və bununla bağlı sığınacağın sədri ilə əlaqə saxladıq. Çox maraqlı və həqiqətən də diqqətə layiq detalları bizə izah elədi və bununla bağlı eyni zamanda infeksionist Nilüfər Məmmədova ilə də əlaqə saxladıq. Doktor bizə izah elədi ki, hansı simptomlar varsa mütləq həkimə getmək lazımdır. Uşaqlarınızdan müğayət olun və bu xəbəri sonunadək diqqətlə izləyin. Uşaq sığınacağında virus yayılıb. Xəstəxanaya yerləşdirilən uşaqlara baş çəkməyə gedəndə təcili yardım şöbəsinə müraciət edən xəstə uşaqların sayı hədsiz çox idi. Bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmal Ağazadə STV xəbərə müsahibəsində bildirib. Artıq 3-cü gündür ki, sığınacaqda rotavirusdan yoluxmuş uşaqlarımız var. Ümumilikdə uşaqların sayı 40-dan çoxdur, amma onlardan 12 uşaq bu xəstəlik başlamamışdan öncə, yəni ilk simptomlar olduğunda biz uşaqları buradan sanatoriyalara yerləşdirdik ki, yoluxma sayları az olsun. Eyni zamanda hal-hazırda 3-cü uşağımız, 2 uşaq artıq 2 gündür ki, Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında yatırlar. 3-cü uşaq da bunun ağırlaşdığına görə artıq qərara gəldi ki, uşaq mütləq köçürülməlidir. Yəni, həkimlər də bunu təsdiq elədilər. Uşaq köçürüldü, burada dezinfeksiya işləri də aparılıb. Kəmal Ağazadə həmçinin bu məsələ ilə bağlı valideynlərə də səslənib. Ümumiyyətlə, bu günlərdə bu xəstəlikdən yetərincə uşaqlar yoluxublar və elə sizin də efir vasitəsilə bildirmək istəyirəm ki, daha çox məlumatlandırma və düzgün müalicənin aparılması istiqamətində iş aparılsa yaxşı olar. Xəstəliyin ən pik vaxtıdır. Bununla bağlı valideynləri çox məlumatlandırmaq lazımdır. Mövzu ilə bağlı infeksionist Nilüfər Məmmədova Səhiyyə TV-yə danışıb. Uşaqlar arasında ishal ən çox görülən infeksion xəstəliklərdən biridir. Bu ishala daha çox viruslar səbəb olurlar. Rotavirus bu ishala ən çox səbəb olan infeksiyalar arasındadır. Və bu virusun səbəb olduğu ishal insanlar arasında, uşaqlar arasında sürətlə yayılır. Xüsusən 5 yaşa kimi uşaqlar bu virusa qarşı daha həssas olurlar. Düzdür, böyüklər də bu virusa yoluxa bilər, amma uşaqların yoluxmasından daha çox qorxuruq. Həm yayılması baxımından, yəni cəmiyyətdə daha sürətlə yayılır, həm də uşaqların bədəni susuzlaşmağa daha həssas olduğu üçün, yəni susuzlaşdığı zaman daha gözlənilməz nəticələr, ağırlaşmalar müşahidə olunduğu üçün uşaqların bu virusa yoluxmasını təhlükəli hesab edirik bu baxımdan. Əllərlə yayıldığı üçün daha çox virus sığınacaqlarda, məktəblərdə, bağçalarda bir uşaqda olduqda sürətlə digərlərinə də yayılır. Uşaqlar arasında əllərlə yayıldığı üçün uşaqlara əl gigiyenasını düzgün öyrətməli. Yəni əllərin tez-tez yumaq, sabunlu su ilə yumaq, yeməkdən öncə yumaq vərdişini uşaqlara aşılamalıyıq. Həmçinin bu virusdan əslində qorunmağın bir yolu da peyvəndlərdir, vaksinlərdir. Ölkəmizdə bu milli peyvənd təqviminə daxil deyil. Yəni uşaqlar peyvəndlər arasında, uşaqlara vurulan peyvəndlər arasında hal-hazırda rutin olaraq bu peyvəndimiz yoxdur. Bəs xəstəlik nə zaman təhlükəli hesab olunur? Nilüfər Məmmədova sualı cavablayıb. Əgər uşaq ağlayır amma gözündən yaş gəlmirsə, dərisinin rəngi ciddi avazlayıbsa, uşaqda yəni susuzlaşma əlamətləri varsa, bir neçə saat keçib sidiyə çıxması müşahidə olunmursa, dərhal həkimə müraciət etmək lazımdır. İnfeksionist bildirib ki, bu xəstəliyin müalicəsi yoxdur və daha çox simptomatik müalicə edilir. Uşaqlar susuzlaşmağa daha həssas olduğu üçün dərhal orqanizmə ya ağızdan, ya vena daxilinə mayelər köçürülməlidir, mayelər verilməlidir ki, uşaqları susuzlaşmaqdan qoruyaq. Qəti şəkildə evdə antibiotik başlamırıq, çünki antibiotikin bu xəstəliyin müalicəsində heç bir rolu yoxdur. Digər hallarda isə simptomlara yönəlik müalicələr aparırıq. Yəni, hərarət varsa hərarəti salırıq, ishalın azalmasına yönəlik, ürək bulanma, qusma varsa ona yönəlik müalicələr veririk. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə rotavirus infeksiyası əsasən Asiyanın inkişafda olan ölkələri və Afrikada 215 min uşağın ölümünə səbəb olub.
Bugün dünyada beynəlxalq autizmlə bağlı maarifləndirmə günüdür. Bununla bağlı ölkəmizdə də bir sıra tədbirlər keçirilib. Onlardan birini isə təbib təşkil edib. Detalları izləyək. 2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günü layihəsi həyata keçirilib. Təbibin təşkilatçılığı, Paşa Sığortanın, Birgə və Sağlam İctimai Birliyinin, Autizm Mərkəzinin və Art Life rəsm qalereyasının dəstəyi ilə Autizm xəstəlik deyil, fərqlilikdir adlı layihə uğurla icra olunub. Layihənin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini aşılamaqdır. Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Birgə və Sağlam İctimai Birliyinin mərkəzində təhsil alan uşaqlar öz xəyal dünyalarındakı rənglərlə "Mənim rəngli dünyam" konseptli rəsmlər çəkiblər. Onların çəkdiyi rəsmlərin Respublika Pediatriya Mərkəzində daimi sərgilənməsi nəzərdə tutulub. Tədbir Azərbaycanda ilk inklüziv kafe olaraq neyromüxtəlifliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən Qəşılata kafedə baş tutub. Qeyd edək ki, autizmin ağır, orta və yüngül dərəcələri var. Bu spektr müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk 3 il ərzində ünsiyyət, göz kontaktının, sosial bacarığının olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1%, yəni 70 milyona yaxın insan autizmlidir. Şəkər dərmanlarının satılmağı ilə bağlı xəstəxana haqqında məlumat vermişdik. Dünən xəstəxananın direktoru işdən azad olunub və hazırda cinayət işi davam etdirilir. Ötən ay yoxlamaların aparıldığı Respublika Endokrinoloji Mərkəzi direktoru Nərmin İsmailova vəzifəsindən azad edilib. Təbibin idarə heyətinin sədri Vüqar Qurbanovun əmri ilə sözü gedən vəzifəyə Kəmalə Ağayeva gətirilib. Xatırladaq ki, Baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat axtarış tədbirləri keçirilib. Qeyd edilən mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsait almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1, yəni vəzifə səlahiyyətlərinə sui-istifadə və 312.1.1, yəni vəzifəli şəxslərin qərarına qanunsuz təsir göstərmə maddələri ilə cinayət işi başlanılıb. Biz xəstəliklərlə mübarizə aparıb onlara qalib gəldikcə viruslar, bakteriyalar daha da güclənir, mutasiya edir və onlarla mübarizə aparmaq çox çətin bir vəziyyətə gəlir. Amma alimlər dayanmır və bu dəfə tamamilə yeni bir antibiotik kəşf ediblər. Harda? Torpaqda. Çox tarixi xəbərdir, bilin və agah olun. Yeni antibiotik kəşf edilib. Tədqiqatçılar torpaq nümunəsində mikroblara qarşı mübarizə aparmağa kömək edə biləcək yeni molekul aşkar edib. Onlar dərmana davamlı bakteriyaları müalicə edə biləcək yeni antibiotik sinifi kəşf etdiklərini bildirib. Lariosidin adlı yeni molekul bakteriya hüceyrələrinin ribosom adlanan bir hissəsini hədəfə alaraq işləyir və hüceyrənin funksiyalarını poza bilər. Kanadadakı McMaster Universitetinin professoru və tədqiqatın müvafiq müəlliflərindən biri Gary Wright bu yeni molekul tip sahəsi üçün böyük bir sıçrayışdır deyib. Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib. Madriddə yerləşən Ramon Y. Cajal mikrobiologiya şöbəsinin müdiri Rafael Canton bizim köhnə dərmanlarımız getdikcə təsirini itirir, çünki bakteriyalar onlara qarşı daha davamlı olmağı öyrənib. Lariosidin həm qram müsbət, həm də qram mənfi bakteriyalara, antimikroblara qarşı təsirli olduğu üçün geniş fəaliyyət spektrinə malikdir deyə bildirib. ChatGPT asıllıq yaradır və müəyyən psixoloji formada insanlara təsir edir. Alimlərin yeni araşdırması həqiqətən də dünyada müzakirə mövzusuna səbəb olub. Məsələ burasındadır ki, artıq insanlar bir-birləri ilə dostluq eləmir. ChatGPT onların həm psixoloqu, həm rəfiqəsi, həm də bütün suallarına cavab verən müəllimi olub. Baxaq.
Yeni araşdırma ChatGPT-nin asıllıq yaratdığını müəyyən edib. OpenAI və MIT Media Laboratoriyası tərəfindən aparılan iki araşdırma bəzi ChatGPT istifadəçilərində tənhalıq və emosional asıllıq hisslərinin artdığını, bundan əlavə sosial əlaqələrin azaltdığını da aşkar edib. Mütəxəssislər qeyd edib ki, chatbotlar yaratdıqları rahat ünsiyyət mühitinə görə asıllıq yarada bilir. Bu da onların real həyatda ünsiyyət qurmağa çalışarkən narahat hiss etmələrinə və cəmiyyətdən təcrid olunmağa səbəb olur. OpenAI şirkətinin apardığı araşdırmanın nəticələri ChatGPT ilə 4076 istifadəçinin iştirak etdiyi 4 milyon dialoqdan əldə edilən göstəricilərə əsasən aşkarlanıb. ChatGPT ilə şəxsi və yaxın söhbətlər aparmaqla tənha olmaq hissi arasında əlaqə olduğu müşahidə edilib. Məlum olub ki, belə insanlar emosional əlaqə qurmaq üçün daha çox bu süni intellektdən istifadə edib. Əgər sevdiyiniz insanla tez-tez şəkil paylaşırsınızsa, sosial şəbəkələrdə aktivsizsə, bu deməkdir ki, siz biraz o biri cütlüklərdən daha az xoşbəxtsiniz. Alimlərin yeni apardığı araşdırma sübut eləyib ki, həqiqətən xoşbəxt olan cütlüklərin şəkil çəkib paylaşma kimi bir ehtiyacı olmur. Onlar həyatdan zövq almaqla məşğul olurlar. Maraqlı xəbərdir. Xoşbəxt cütlüklər sosial şəbəkələrdə daha az foto paylaşım edir. Aparılan araşdırma göstərib ki, sosial şəbəkələrdə davamlı olaraq paylaşım edən cütlüklər bunu etməyən cütlüklərdən daha az xoşbəxtlər. Kansas Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 300-dən çox cütlük arasında sorğu keçirilib. İştirakçılara onların münasibətləri və sosial şəbəkələrdəki vərdişləri barədə suallar verilib. Tədqiqatçılar müəyyən edib ki, davamlı olaraq paylaşım edən cütlüklər öz münasibətlərini başqalarının münasibətləri ilə müqayisə etməyə daha çox meyllidir. Onların xoşbəxt anlarını və foto şəkillərini gördükdə özlərini müqayisə edir. Bu isə münasibətdə qısqanclıq və etibarsızlıq hisslərinə səbəb olur. Araşdırma həmçinin daha az paylaşım edən cütlüklərin öz münasibətlərini başqalarının münasibətləri ilə müqayisə etməyə daha az meylli olduqlarını göstərib. Bu da o deməkdir ki, paylaşım etməyən cütlüklər münasibətlərində daha çox xoşbəxt və səmimidirlər. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.